Zəbur. 109-cu məzmur. Musiqi rəhbəri üçün Davudun məzmuru. Ey tərənnüm elədiyim Allah, susma. Çünki pislər, hiləgərlər ağzını açıb, yalançı dilləri ilə məndən danışırlar. Mənə hər tərəfdən nifrət dolu sözlər deyirlər. Nahaq yerə hücumlarına məruz qalıram. Sevgimin əvəzinə mənə ittiham yağdırırlar. Mən isə dua eləməkdəyəm. Yaxşılığımın əvəzinə yamanlıq eləyirlər. Sevgimin əvəzinə nifrətlə cavab verirlər. Belə adamın qarşısına bir pis insanı çıxar. Sağ tərəfində dayanıb onu ittiham eləsin. Hökm oxunanda o təqsirkar çıxsın. Qoy onun duası günah sayılsın. Onun ömrü az olsun, vəzifəsini başqası tutsun. Övladları yetim, arvadı isə dul qalsın. Övladları didərgin düşüb dilənçi olsun. Yaşamağa xarabalıq belə tapmasın. Sələmçilər hər şeyini əlindən alsın. Nə qazanıbsa, yad ellilər talayaraq aparsın. Ona məhəbbət göstərən olmasın. Yetim qalan balalarına yazığı gələn tapılmasın. Qoy onun nəsli kəsilsin. Gələcək nəslin arasından adları silinsin. Ata-babasının təqsiri Rəbbin hüzurunda yaddan çıxmasın. Anasının günahı heç zaman yuyulmasın. Belə adamlar Rəbbin hüzurunda daim təqsirkar qalsınlar. Dünyadan izi tozu silinsin, yada salınmasınlar. Çünki məhəbbət göstərməyi unutdular. Məzlumu, fəqiri, qəlbi sınıqları həlak eləmək üçün təqib elədilər. Qarğış eləməyi sevirdi, öz başına dönsün. Alqış eləməyi sevmirdi, ona əli çatmasın. Ondan əynindəki paltar kimi qarğış çıxardı. Qoy qarğışı su kimi canına, ilik kimi sümüklərinə hopsun. Qarğışı onu əyninin libası kimi bürüsün. Hər gün belinə kəmər tək dolansın. Məni ittiham eləyənlər, mənim barəmdə pis sözlər söyləyənlər Rəbbin cəzasına gəlsinlər. Lakin, ey Xudavənd Rəbb, ismin naminə özün mənə qayğı göstər. O gözəl məhəbbətinə görə məni azad elə. Çünki mən məzlum və fəqir insanam. Köksümdəki ürəyimdən yaralanmışam. Düşən kölgə kimi itirəm. Vurulub atılan çəyirtkəyə bənziyirəm. Bax, oruç tutmaqdan dizlərim əsir. Bir dəri, bir sümük qalmışam. Görənlər mənə lağ eləyir, başlarını yelləyir. Ya Rəbb Allahım, sən mənə kömək elə. Məhəbbətinə görə məni qutar. Bilsinlər ki, bu sənin əlindədir. Ya Rəbb, sən bunu eləyə bilərsən. Qoy onlar qarğış eləsinlər, sən mənə xeyir-dua ver. Qoy onlar əleyhimə qalxarkən utansınlar. Sənin qulunam, qoy sevinim. İttihamçılarım rüsvayçılığa bürünsünlər. Xəcaləti xalat kimi giyinsinlər. Mənim dilim Rəbbə bol-bol şükür söyləyəcək. Xalq içində ona həmd eləyəcək. Çünki o, fəqrin sağ tərəfində dayanar ki, edam hökmü verənlərin əlindən onu qutarsın.